bu təxribatlar? İlk öncə qeyd etmək istəyirəm ki, bu fasilə həftəsi ərzində, bayram həftəsi ərzində mən Laçın istiqamətinə səfər etmişdim və düşmənin postlarını, hansı ki hazırlıqlı postları şəxsən müşahidə elədim. Qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsindən öncəki müdafiə sədləri, mən cəbhə bölgəsində xidmət eləmişəm, sədləri necə qurulmuşdusa, artıq daha müasir standartlara uyğun mövqeylər hazırlanıb. Və mövqeylər əks hücum üçün münbit şərait yaradan dağ yamazlarında və platforma olan ərazilərdə həyata keçirilib. Və bu mövqeylərin əsas məqsədi Azərbaycanın və Laçın istiqamətindən siz yorusu qeyd etdiniz, nə üçün biz bura toxunuruq? Yəni, Laçın Azərbaycanın, Qarabağın əsas ana çarlarından biridir. Azərbaycanın işğal altında olan torpaqları 30 il ərzində 3 istiqamətdən fəaliyyət nəticəsində düşmən tərəfinə, yəni işğal altında qalmışdı. Bu, şimal istiqamətdən Kəlbəcərdir ki, geri qaytarılsa, onun təzədən müharibə ilə geri alması mümkünsüz bir məsələdir. Çünki bu istiqamətdə əslində Avropa Şurası missiyası var ki, kəşfiyyat missiyası. Bunlar həmin strateji nöqtələrin kəşfiyyatına aparır. Yəni, açıqlayaq biz bunları. İkinci istiqamət, Xankəndiyə ən yaxın vəziyyət, ən yaxın yol Laçın dəhlizidir. Və bunu da 1-ci Qarabağ müharibəsi dövründə etmişlər və 44 günlük Vətən müharibəsində məhz Cənab Prezidentin strateji taktikası nəticəsində Şuşa və Laçın dəhlizi paralel anda götürülmüşdür ki, həmin döyüşlərdə ermənilər bloklanmışdır. Axırıncı cənub istiqamətidir. Niyə mən bu istiqamətləri qeyd etdim? Müharibə baş verəcəkmi sualına cavab verək. Siz bütün anonsları qeyd etdiniz. Həm kəşfiyyat xarakterli, həm Amerikanın yardımları və təlimləri ilə və əlavə olaraq mən Baqratın səhnəyə gəlməsini, bu arada Baqratın səhnəyə gəlməsini açıqlamaq istəyirəm və o şəkil əgər varsa istərdim ki, mənim danışdığım fondunu göstərsinlər. Daşnaqüstün və Dünya Asala kimi terror təşkilatlarının nümayəndələri hərbi geyimlərdə və 1-ci Qarabağ müharibəsində iştirak edənlər və əfsuslar olsun ki, Avropanın sülh fondunun ayırdığı qrantlar hesabına Ermənistana gələn, döyüşən canlı qüvvəlinin biz mitingdə müşahidəsini görürük. Açıq şəkildə bir də qeyd edirəm. Hal-hazırki dönəmdə Baqratı bu oyuna yenidən təkrar göndərənlər, eyni vaxtda parlamentdə həm Aleksey Manyana, həm Paşinyana qarşı və onların sülh müqaviləsində göstərici olaraq, göstərmək istədikləri çapaya qarşı artıq ikili oyunlar başlayıb həm parlament üzrə, həm Paşinyan üzrə. Siz sosial şəbəkələrdə də gördünüz, artıq qeyd etdi ki, mən sizi divara çırparam, mən sizi başa salmaq istəmirəm. Və 3 şəxsi qeyd etdi. Hətta Levon Terpatisan adını çəkdi, Koçaryanın və Sarkisyanın. Bu nə deməkdir? Bütün bloklar artıq birləşib Ermənistanda erməni xislətinin sülh müqaviləsinin imzalanmasına yönələn birlik nümayiş etdirirlər. Bunun fonunda sərhədlərimizdə kəşfiyyat xarakterli uçuşlar həyata keçirilir. Bunun fonunda mövqeylərimizin koordinatları müəyyən edilir. Bunun fonunda qısa müddətli strateji hücum planı ilə, mən bunu qeyd etmək istədiyim bizim ordumuzun sayıqlığına və hazırlığına yönəlik bir məqsəd demək istəmirəm. Zaten Müdafiə Nazirinin son açıqlamasında orduya bir sahiqlik əmri verilir. Bütün heyət buna hazırdır. Bütün düşmən koordinatları, bütün düşmən fəaliyyəti nəzarətdədir. Bunu bir tərəfə qoyuruq. Amma düşmənin öz-özlüyündə olan fəaliyyətini təhlil edirik. Senari belə olacaq. Daxili asayiş Ermənistanın daxilini pozulacaq. Parlament binasına hücum ediləcək. Yollar bağlanacaq. Orduda olan mövqeylər Daşnaqüstün və Asala və digər, necə ki 44 günlük Vətən müharibəsində yaşlı təbəqə gənc əskərlərin yanında gəlib silah götürdü, döyüşdü. Necə ki məşhur erməni diasporası və lobbisinin nümayəndələri Ermənistana, Qarabağa gəldi. Azərbaycanın ərazisində, Qarabağ bölgəsində terror akt birləşmələrinə həyata keçirdi Ermənistan ərazisi vasitəsilə. Bütün bu senari hazırlanıb və bu senarinin ana planı bizim
sizin də, bizim də, dövlətimizin də, cənab prezidentin dəfələrlə ifadə etdiyi ki, kəşfiyyat xarakterli, 12-ci Qlobal Forumda bunu qeyd etdi ki, kəşfiyyat xarakterli Avropa missiyası adı altında bizim ərazilərimizə kəşfiyyat aparanlara bildirmək istəyirik ki, lazım gələcək tutarlı cavabımızı alacağız. Bu bir kompleksdir, hərbi kompleks tədbirlərdir. Heç vaxt hücum edən tərəf hücuma durduğu mövqedən başlamaz. Həm bu hücum idarə edən komandanlıq sistemini sıradan çıxartmalıdır. Paşinyan komandasını dayandırmalıdır, bloklamalıdır. Həmçinin də ordu mənsubları onlara tabi olmalıdır. Eləcə də gələn maliyyələr, burada pul baxımından da problemlər var. Gələn maliyyələrin bu döyüşə muzlu döyüşlərin tətbiq olunmasına həyata keçirilir. 44 günlük vətən müharibəsi Ermənistan mətbuatında və Ermənistan valideynlərinin, belə desək, erməni anaları, neçə onlar görüm anada olmasınlar, onlardan törəyən terrorçuları hər hansı bir vəziyyətdə döyüşdən qaçma anı olsa, bu Baqratın yanında olan qrup fəaliyyətə keçəcək. Məqsəd nə idi? Ermənilər revanş edə biləcəklərmi? Dövlət sərhədlərimizi aşa biləcəklərmi? Bunun cavabını cənab prezident verib. Bunu mənə demək artıq o. Tutarlı cavab alacaq. Yaxşı, məqsəd nə olacaq böyük təxribat sisteminə keçiddə? Yəni yeni bir təşkilatın dövrəyə girməsi, ərazidə, bölgədə, Cənubi Qafqazda yeni güc və missiyanın həyata keçirilməsi və Amerikanın yeni administrasiyasına erməni problemini, baxın, belə də deyirlər. Belə də deyirlər. Qondarma rejimin Xristiyan, xaçlı vətəndaşlarının çıxarılması. Bunu yenidən Trump hakimiyyətinə böyük formada çatdırılmaqdır. Bəlkə də bunun qarşılığında, bu terrorun hazırlanması fonunda özlərinin qabaqcadan öz mövqeylərinə, öz mülki vətəndaşlarına edəcəkləri baskı, itki, necə ki 88-ci ildə Sumqayıtda bunu etdilər, yenidən dünya mətbuatına çatdırılıb məsələni ortaya gətirməkdir. Və burada, bu mövqeydə Rusiya, Türkiyə, Azərbaycan razılaşmasının dövrəyə girdiyi anda, dünyanın buna razılıq verdiyi anda erməni, idarə olunan erməniləri, mən dediyim bu ifadələr Ermənistanın gücü üçün deyil. Məhz onun havadarları, cənab prezidentin ifadəsini biz diqqətə çatdıraq. Hər dəfə Ermənistan və onun havadarları dedi. Biz bilməyək ki, biz onun havadarlarını da məhv etmişik. Bunların bu platformada müharibəsidir. Yəni, Fransanın, açıq şəkildə deyək, bölgədə bu Zəngəzur dəhlizinin açılmasında istədiyi paydır. Biz bilmirik. Masalarda uzun illərdir bizə hansı şərtləri qoymağa çalışırlar və onlar bu şərti bizə qoya bilmirlər və biz o masalara getmədik. Yeganə ölkəyik ki, 44 günlük vətən müharibəsini bitirmişik, sülhə doğru zərrə-zərrə addımlayırıq, sülh platformasında işğal altında qalan digər torpaqlarımızı geri qaytardıq. İki dövlətin baş-başa oturub Cənubi Qafqaz ərazisində bu müqavilənin imzalanmasını, prinsipini göstərmişik. Əslində o Baqanis ayrım və s. kimi Hacılar bu fonda və bu onlara xoş gəlmədi. Elmar bəy, vurğuladınız, maliyyə problemləri var. Həmin o adını çəkdiyiniz qruplar daha çox Rus meyilli qruplardır, amma müşahidə missiyasının bərabər hərəkət elədiyini deyirsiniz. Yəni, onlara məlumatlar ötürür. Yəni, həqiqətən də Rus meyilli həmin qüvvələr artıq Avropa İttifaqı müşahidə missiyası ilə bir yola gəlməyə bacarıblarmı? Bir də maliyyə problemləri var deyirsinizsə, deməli, onlar artıq Rusiyadan maliyyələşmirlər, Avropadan maliyyələşirlər və Avropadan istədikləri maliyyəni ala bilmirlərmi? Bəs Fransa maliyyə verir axı Ermənistana? Fransa maliyyə verir. O maliyyənin hər biri Ermənistana gəlir. Fransa Avropa Birliyindən yığdığı pulun öz büdcəsini onun hesabına formalaşdırır. Ermənistana hansı misilini göstərir. Və çox gözəl bir məqama gəldiniz. Baqratın ətrafındakı Rusiya meyillidir. Belə bir sual vermək istəyirəm. Mən də ictimaiyyət də düşünsün. Ermənistan mətbuatının, Ermənistan ictimaiyyətinin, ümumiyyətlə Rusiyaya inamı qalıbmı? Bunu bizim dövlətimiz, cənab prezident, bacardı.
vəziyyəti 180 dərəcə dəyişməyi. Dost, Ermənistana dost, artıq Ermənistan baxışı ilə ona düşməndir. Mən faktlara söykənərək deyəcəm. Ermənistanın siyasi platformasında istər müxalif, istər iqtidar partiyalardan bəzi nümayəndələr Ermənistan mətbuatında belə bir məsələ çıxardır ki, Paşinyan Avropada Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqlədi. Amma Rusiya qoşunları Ermənistanın Azərbaycan torpağının işğal altında ərazilərinin müdafiəsi üçün 5 milyon ya 5 milyard səhv etmirəmsə pul ayırmışdı. Və o öz tanıdığını qondarma rejimin, onların adı deyilişi ilə də onu ifadə etmək istəmirəm. Biz o ifadəni işlətməli deyilik. Artacaq ifadəsini biz mətbuatımızdan yığışdırmalıyıq. Qondarma rejim deməliyik, Qarabağın işğal altında olan torpaqları deməli. Deyir ki, söyləyirlər ki, Rusiya tanımırdısa Qarabağı, Rusiya prezidentinin çıxışını onlar gündəmə gətirirlər ki, Vladimir Putin qeyd etdi ki, Ermənistan özü tanımadır, bu Azərbaycanın ərazisidir, müharibə Ermənistan ərazisində getmirdi və biz bura müdaxilə edə bilməzdik. Və görün nə deyirlər, tanımırdısa, niyə Qarabağın ərazisində və yaxud Ermənistan ərazisində Rusiya qoşunları var idi? İctimaiyyəti, bütün ictimaiyyəti Rusiyaya qarşı qaldırırlar. Məsələ bundadır. Biz 44 günlük vətən müharibəsində fiziki gücümüzü sayəsində əldə etdiyimiz uğur siyasi platformada düşmənin dostları, 100 illik, 100 illərlə olan dostları hətta Pyotrun vəsiyyətinə belə əməl etmədilər. Bu Azərbaycan dövlətinin qüdrətidir. Ona görə də sizin o verdiyiniz sual yerli yerindədir ki, bütün qarşılıqlıq üçüncü qüvvələrin, baxın, paralelliyə baxın, Avropa öz müdafiəsi üçün, xarici informasiya isə, öz müdafiəsi üçün ordu yaradır. NATO-ya bel bağlanmır. Çünki Amerika dedi ki, mənim yolum siz deyilsiniz. 80 milyard illik səhv eləmirəmsə, Amerika ora pul ödür. İndi Avropa bu ordu yaranma fonunda Ermənistan adı Qafqazın kiçik Avropasıdır. Ermənistanın rolu və şəxsləri, ordusu bunun hansı tərkib hissəsində olacaq? Burada qlobal güclərin Ermənistandakı nüfuz dairəsinin müharibəsi də paralel alıcılıqda gedəcək. Ona görə də Baqrat meydandadır, təxribatlar qurulur, insident yaradılacaq. Amerika Birləşmiş Ştatları iyul-avqust aylarında təlimlər keçirəcək deyə məlumat paylaşıldı. Bununla bağlı Pentagondan təksib gəlmədi. Sadəcə olaraq vurğuladılar ki, nə zaman, hansı formada texnikanın daşınması ilə bağlı təhlükəsizliyə görə biz məlumat verə bilmərik. Amma hətta biz ötən həftə gördük Amerika Birləşmiş Ştatlarının təyyarəsini İrəvan səmasında və həmin təyyarə də Almaniyadan gəlmişdi ki, Almaniyadan gələcək texnikalar. Əslində iyul-avqustda çox var. Amma yəni artıq bu Ermənistana kömək üçünmü gəlir? Yəni texnikalar Almaniyadan Amerika Birləşmiş Ştatları daşıyırmı? Onu deyə bilirik mi indi biz? Bəli. Ola bilər təyyarə Amerikadan qalxıb. Məsəl üçün açıq şəkildə deyim ki, Azərbaycan sülh məramları Əfqanistanda fəaliyyət göstərəndə Azərbaycanın ərazisi həmin o sülh məramlı missiya ki, orada səhv eləyirəm, NATO qoşunları Əfqanistanda var idi, bilmirəm, yox, ola bizim Avropa İttifaqının sülh məramlı missiyası. Onda Azərbaycan ərazisində həmin təyyarə iş edirdi məsafəyə görə. Yanacaq doldurulurdu və davam edirdi Əfqanistan. Türkiyədən gələn, Avropadan gələn hər yer. Azərbaycana Amerikadan gələn təyyarə o bir xət boyunca uçur səmada. Eniş etdiyi yerlər bazalanmanın doldurulmasıdır. Və yaxud burada yanacaq doldurma adı altında Almaniyadan silahlar. Çünki mən bir Fransanı qeyd etdim, Almaniyanı qeyd etmək istəmirdim. Siyasi platformada qalmaqaldan qaçıram mən. Fakt budur ki, Almaniyadan adını çəkmək üçün. Amma fakt budur ki, həmin o masa var idi ki, Brüssel samitində cənab prezident getmədi. O görüntülər mən ölənə qədər yadımda qalacaq. Michel, Bundestagın rəhbəri, Fransanın prezidenti və Köçəryan. Dördü oturdu, bir-birinə baxdı. Cənab prezident o masaya getmədi. Düşürsünüz, məsələnin kökündə Almaniyadır. İndi Avropa ilə Rusiyanın problemləri içində Rusiyanın Avropanı işğal edəcək terminologiyasını qoyublar. Ukrayna məsələsi bitib.
Bu terminologiyanın içində Rusiyanın istiqamətlərini, hücum məhvərlərini, ağlını beləcə qarışdırmaq üçün harada problem yaranmalıdır? Cənubi Qafqazda. Cənubi Qafqazda hansı problem ocağı var? Ermənistan, Azərbaycan. Burada sülh müqaviləsindən onların baxışı ilə söz gedə bilməz. Rusiyanın hədəfləri Avropanın dərinliyindədirsə, burada Cənubi Qafqazda müharibə ola bilməz. Birinci yaxını bu. Təmin etməlisən, buna əmin olmalısan. Cənab Prezidentin bir ifadəsi var ki, Azərbaycan ordusu Cənubi Qafqazın qoruyucu qarantıdır. Gürcüstanla da bizim müqaviləmiz var. Yəni, proseslər o qədər dərindir ki, saatlarla bunu araşdırmaq istəsən, baxacaqsan ki, masaların üstündə görünən piyadalar şahdır, şahlarsa piyadadır. Amma görüntüdə piyada şah kimi görsənir. Məsələ bunlar. Biz Avropa İttifaqı missiyasının kəşfiyyat xarakterli müşahidəsini biz piyadalarla görürük. Amma onlar piyadalar deyil. Onlar Ermənistanı yaxın 10 ilə müharibə hazırlayan qruplardır. Hələ ərazi incələmələr gedir. Hələ bu əraziyə hansı texnikalar gəlməsi planlanır. Azərbaycan hədəflərini hansı raketlərlə vurulası planlanır. Bu raketləri hava hücumundan müdafiə sistemi Azərbaycanın sıradan çıxardacaq şəraitdə hansı vasitələrlə qorunacaq? Ermənistan pilotsuz uçuş aparatlarının istehsalı ilə və ona ayrılan 50 milyon dollara 24-cü və 25-ci ildə hara gedir? Hara hesablanıb? Məsələ çox ciddidir. Ona görə də Cənab Prezident dəfələrlə öz çıxışlarında beynəlxalq mətbuat deyir ki, biz izləyirik, biz gözləyirik. İctimaiyyət düşünür ki, müharibə bitib, biz bütün hakim yüksəklikdəyik, amma Ermənistan tərəfindən baxanda onların indiki iqtidarı sülhə, beləcə Azərbaycanın səyi ilə yaxın olsalar da müharibəyə də heç də uzaq deyildir. Aydındır. Çox sağ olun Elmar bəy. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz, suallarımızı cavablandırdınız. Kifayət qədər önəmli bir mövzuydu. Ermənistanın növbəti təxribatların arxasında o kulisdə nələrdən söhbət gedir, nələr danışılır, nəyə görə bu təxribatları biz hazırda görürük.